Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. İyunun 30-undan etibarən Rusiyaya vizasız səfər edən əcnəbi vətəndaşlardan ölkəyə ERA kodla daxil olmaları tələb olunacaq. Referansa istinadən xəbər verir ki, buraya Avrasiya İqtisadi Birliyinin vətəndaşları da daxildir. Yeni proqram Rusiyaya gəlməzdən ən azı 72 saat əvvəl Gosuslugi.ru platformasında rəqəmsal qeydiyyat tələb edir. Qazetemrunda yer alan xəbərə görə Qazaxıstan, Özbəkistan və Qırğızıstan kimi vizasız ölkələrdən gələnlər girişdən əvvəl sistemdə qeydiyyatdan keçməlidirlər. Gosuslugi.ru adlı bu platformaya şəxsi məlumatlar, səyahət məqsədi, marşrut, Rusiyada yaşayış ünvanı, pasport fotoşəkili və səyahət sənədləri yüklənir. Müraciət fövqəladə hallar, xəstəlik, yaxın qohumun ölümü və istisna olmaqla ölkəyə girişdən ən tez 3 gün əvvəl edilməlidir. Bununla belə fövqəladə hallarda sistem vasitəsilə daxil olmadan 4 saat əvvəl qeydiyyatdan keçmək mümkündür. Ərizə təsdiqləndikdən sonra 90 gün ərzində qüvvədə olan ERA kodu yaradılır. Bu kod sərhəd qapısında təqdim edilməlidir. İmmiqrasiya hüququ üzrə ekspert Anna Minuşkina bildirib ki, sistem avtomatik olaraq ölkəyə girişi qadağan edilən əcnəbilərin ERA kodu almasına mane olacaq. O qeyd edib ki, bu sistem sayəsində viza liberallaşmasına baxmayaraq, sərhəddə giriş qadağası ilə üzləşən əcnəbilər hava limanlarında çox gözləməli olmayacaq və deportasiya prosedurlarının qarşısı əvvəlcədən alına bilər. Lakin ERA kodu əldə etmək ölkəyə girişə zəmanət vermir. Sərhəd zabitləri zərurət yaranarsa, yenə də əcnəbilərə girişi qadağan edə bilərlər. Bundan əlavə, girişdə biometrik yoxlamalar məcburi olacaq, üz fotoşəkilləri və barmaq izləri götürüləcək. Yalnız Belarus vətəndaşları, vizasız ölkələrin diplomatları və 6 yaşından kiçik uşaqlar bundan azaddırlar. 6 yaşdan 18 yaşa qədər olan uşaqlar ölkəyə yalnız valideynlərinin, övladlığa götürənlərinin və ya rəsmi qəyyumlarının müşayiəti ilə daxil ola biləcəklər. Digər qohumlara onları müşayiət etmək hüququ verilməyəcək. Səyahət bildirişi tamamlandıqdan sonra ərizəçi üçün rəqəmsal ERA kodu yaradılır. Bu kod sərhəd keçidində pasportla birlikdə təqdim edilməlidir. Sərhəd qapısında üz şəkli də çəkilir və barmaq izləri götürülür. Hazırda bu prosedurlar Moskvanın Şeremetyevo, Domodedovo, Vnukovo, Jhukovski hava limanlarında və Qazaxıstan sərhədindəki Maştakovo buraxılış məntəqəsində tətbiq olunur. 30 iyun 2025-ci il tarixindən etibarən onlar bütün Rusiya sərhəd məntəqələrində etibarlı olacaq. Səlahiyyətlilər bildirirlər ki, yeni sistem miqrantların rəqəmsal profillərini yaradacaq. Bu profillərə pasport məlumatları, biometrik məlumatlar, səyahətin məqsədi və müddəti daxildir. Bu məlumatlar həm sərhəd təhlükəsizliyi, həm məşğulluq və vergi yoxlamaları üçün istifadə olunacaq. Kapital Kadri İnsan Resursları şirkətinin təsisçisi Aleksandr Selivanov sistemin miqrantların rəqəmsal profillərini yaratmaq məqsədi daşıdığını, bu məlumatların Daxili İşlər Nazirliyi və vergi orqanları tərəfindən də istifadə oluna biləcəyini vurğulayıb. Selivanov onu da bildirib ki, bu tətbiq qeyri-legal işçilərin aşkarlanmasına və qeyri-qanuni işlərin qarşısının alınmasına şərait yaradacaq. O əlavə edib ki, sistemə daxil olmaqda texniki problemlər ola bilər. Rus dilini bilməyən miqrantlar qeydiyyat zamanı səhvlərə yol verə bilər və bu səbəbdən rəsmi sənədlərdə ciddi çaşqınlıq yaranır. Yeni tənzimləmə 2024-cü ilin dekabrında istifadəyə verilmiş biometrik nəzarət pilot tətbiqinin davamıdır. ERA kod tətbiqi 30 iyun 2026-cı il tarixinə qədər davam edəcək eksperimental prosesin bir hissəsi olacaq. Həmin tarixə qədər tətbiqin daimi olub-olmayacağına qərar veriləcək. Viza və ya müvəqqəti və ya daimi yaşayış icazəsi olan əcnəbilər bu rəqəmsal tətbiqdən azaddırlar. Onların giriş prosedurları əvvəlki qaydada davam edəcək.